Məşhur bir mistik var. Məsnəvi adlı bir əsəri də var. Mövlana deyirlər, Cəlaləddin Rumi. Bu insanın oyanışı barəsində maraqlı bir hekayə danışırlar. Mövlana Məsnəvini yazmamışdan əvvəl, Məsnəvi bu dəqiqə irfan və təsəvvüf məktəbində bütün ariflərin istinad elədiyi əsas belə bazı kitablardan biridir. Müdrikliklərlə dolu olan bir əsərdir. Bu əsəri yazmamışdan əvvəl adam tanınmış alim idi, yaşadığı məntəqədə böyük hörməti var idi. Bir gün hovuzun yanında bu insan öz kitablarını oxuyur, oxuduğu da dərin müdrik kitablardır, atasından miras qalmış qədim əsərlərdir. O kitabları oxuyur, bunun yanından bir yaşlı kişi keçir. Qayıdır ona deyir ki, nə oxuyursan? Bu da ona alim təkəbbürü ilə yaxınlaşır. Heç cavab vermir də, yəni görmürsən kitab oxuyuram, sən bunları anlaya bilməzsən. Belə bir rişxətlə belə bir söz deyir. Həmən şəxs kitabları götürür, atır hovuza. Hovuza atanda Mövlana cumur hovuzun içinə və suyun içindən o kitabları çıxardır. Kitabları hovuzun içindən çıxardanda baxıb görür ki, heç bir vərəqədə islanmayıb. Ondan soruşur ki, bu nədir, bu necə baş verdi? O da qayıdır ona deyir ki, sən də bunları anlamazsan. Ondan sonra bu kişidən əl çəkmir. Həmən şəxs olur Şəms Təbrizi. Şəms Təbrizi ilə Mövlananın ilk tanışlığı belə olur. İlk tanışlığı bu cür olub. Bir insanın qəlbini sındırır. O sınma bunda bir oyanış yaradır. Bayaq ki, odla insanın təması kimi. O təmas olmasa, o insan oyanmaz. Ancaq o təmasda hamı oyanırmı? Yox, hamı oyanmır. Yəni Şəmsin qarşılaşdığı o qədər insanlar ola bilər ki, onlarda o oyanış baş verir. Bir anda Mövlana necə oyandı, necə Məsnəvinin müəllifinə çevrildi. Mən deyirəm ki, o bir anda baş vermədi. Bu insan nəyisə axtarırdı. İçində o şübhələrdən danışdıq. Getdiyi yol barəsində müəyyən şübhələr var idi. O seçimləri var idi. Ancaq o bir an onun üçün bir təkan oldu.